Bir mənalı şəkildə bizim insanlarımızın sağlamlığı üçün dediyim müxtəlif reseptlər ki var. Bu reseptlərdən başqa da siz elə məsələn qaraciyəri təmizləmək üçün, damarları təmizləmək üçün çox gözəl reseptlər var. Məsələn, adi bir götürürsünüz, limon şirəsini sıxırsınız, bir limonun şirəsini və üzərinə əlavə edirsiniz bir xörək qaşığı tut bəhməzi və təbii ki, üzərinə də əlavə edirsiniz bal və yaxud da ki, bəhməzinizlə ya bəhməzlə limonu qarışdırırsınız, ya balla limonu qarışdırırsınız şirəsini. Üstünə qaynar isti su əlavə edirsiniz, qarışdırırsınız, səhər-səhər yeməkdən əvvəl içirsiniz. Hər gün içsəniz, xeyli damarlarınızı təmizləyəcək. Və bundan başqa da, təbii ki, 5 baş limon, belə 5 baş sarımsağı keçirirsiniz süzgəcdə, 12 başda limon götürürsünüz, təmizləyirsiniz, keçirirsiniz süzgəcdə, onu spirtdə və yaxud da suda qatırsınız suda, qalır orada, qoyursunuz soyuducuya, qalır 14 gün, 14 gündən sonra çıxardırsınız, hər gün bir xörək qaşığı gündə 3 dəfə qəbul edirsiniz. Yenə də damarları çox gözəl təmizləyir və damarları bəzən hətta görürsən ki, qulaqda səsin getməsinə səbəb olur, kirəçləri təmizlədiyi üçün, baş gicəlləmədə çox gözəl effekt verir. Ürək və digər damarların təmizlənməsinə də çox gözəl effekt verir. Bundan başqa 1967-ci ildə qızıl kitaba düşmüş bir resept deyirəm. Sarımsaq 200 qram təmizlənir, onun sulu hissəsindən götürülür və bərabər miqdarda təmiz spirtlə qarışdırılır. Qalır 3 həftə qaranlıq yerdə, gündə çalxalamaq şərtindən. Sonra damcı üsuluna, sxemlə qəbul edilir. Yəni damarları ideal şəkildə təmizləyir. Mən özümün məlhəmi həmişə təmizləyirəm, özümü də qəbul edirəm, xəstələrimə də verirəm.